Övladımda autizm əlamətləri var, amma autizm sindromu yoxdur. Autizm əlamətləri var. Xeyr, bu yanlış düşüncədir. Autizm əlamətləri artıq ədəbiyyatlardan götürülüb. Autizm spektr pozuntusu. Autizm nə sindromdur, autizm nə xəstəlikdir, autizm spektr pozuntusudur. Yaxşı, bu spektr nə deməkdir? Spektr, yəni rəngin çaları deməkdir. Yəqin ki, işığın spektrını bilirsiniz. Bax, autizm budur. Uşaq gəlir, inkişaf etdikcə autizmin görürsüz spektri, yəni burada daha açıq mavi rəngdə autizm özünü göstərir kiçik aylarında 3-5 əlamətlə. Zaman keçir, 3 yaşına gəlir, artıq o 3 əlamət 13 əlamətə keçdikcə bu spektr, rəng dəyişir, daha tündləşməyə başlayır. Üstünə düşmürsən, deyirsən heç nə yoxdur, hər uşaqda olur, televizorun qabağına çox qoymuşam ondandır. Ona görə uşaq autizm əlamətləri göstərir. Zaman keçir, gəlir, çatır 5 yaşına, artıq autizm spektri daha da tündləşir və tünd göyü alır. Spektr budur. Yəni bəzi uşaqlarda açıq mavi rəngdədir. Yəni autizm spektri daha az müşahidə olunur. Bəzisində orta, bəzisində isə çox ağır şəkildə. Onun üçün autizm spektri başlayırsa, qoymayın rəngi tündləşsin. Rəngi tündləşmədən bax bu rəngi get-gedə ağa çevirmək mümkündür.